Trigonometri funksiyalar. Trigonometri funksiyalar deyəndə nəyə nəzərdə tutulur? Yazıram. Y bizdə bərabərdir sinus x, y bizdə bərabərdir kosinus x, y bizdə bərabərdir tangens x, y bizdə bərabərdir kotangens x. Bu funksiyalarımız bizdə adlanır trigonometrik funksiyalar. Trigonometrik funksiyalara başlamazdan əvvəl bir neçə öyrənəcəyimiz terminlər var. Onları gəlin öyrənək. Deməli, ilk olaraq nəyə baxaq? Radian. Ümumiyyətcə yadınızda saxlayın. Bucağı ölçmək üçün 2 dənə vahiddən istifadə edirik. Bir dərəcədən, bir də ki radiandan. Şimdi baxaq, görək radian nədir? Bir radian təqribən 57 dərəcədir. İndi gəlin bunun çevrədə baxaq görək çevrədə nə qədərdir? Çevrədə necə olur? Yadınızda saxlayın. Bir radian bizdə, bir radiana elə bir bucaqdır ki, həmin bu mərkəzi bucağın qarşısında duran qövs bizdə radiusa bərabər olur. Deməli, belə deyə bilərik. Radiusa bərabər olan qövsün qarşısında duran bucaq bizdə bir radian adlanır. Bura bizdə nəyə bərabərdir? Bir radiusa. Bura bizdə radius. Deməli, radiusa bərabər olan qövsün qabağında duran bucağa biz bir radian deyəcəyik. Həmin bu bir radian, bu istənilən çevrə aiddir. Məsələn, radiusu 5 olan da ola bilər, radiusu 10 olan da bilər, radius fərqi yoxdur. Yəni, əsas odur ki, radiusa bərabər olan qövsün qarşısında duran mərkəzi bucaq bizdən neçə dərəcədir? 57 dərəcə. Təqribə 57-dən neçəsə gedir? Təqribə 57 dərəcədir. Biz bunu yuvarlaqlaşdırırıq və buna bir radian adı veririk. Bu bizdə oldu bir radian. İndi bir radian 57 dərəcədir, 2 radian 114 dərəcədir. Ben bunları yazım. Deməli, bir radian 57 dərəcə, 2 radian 114 dərəcə, 3 radian təqribi bizdə 171 dərəcə sayılır. İndi radianı dərəcəyə çevirmək, dərəcəni də radiana çevirmək mümkündür. Məsəl üçün, indi çevrədə biz yadınıza gəlir çox rast gəlirdik pi-dən. Pi nəyə bərabərdir? Pi bizdə 3,14 radiana bərabərdir. Pi bizdə nəyə bərabərdir? 3,14. Biz həmişə, məsəl üçün, çevrənin uzunluğunu tapanda da pi-dən istifadə edirdik, sayəsini tapanda da. Amma pi-nin nəyə bərabər olduğunu bilmirik. Deməli, pi bizdə neçə deməkdir? 3,14 radian. Bizdə bir radianımız neçə dərəcədir? 57 dərəcə deyil. 3,14'ü 57 dərəcəyə vuranda bu təqribi 179 tam neçəsidir. Biz də bunu təxminən götürürük 180 dərəcə. Ona görə biz deyirik ki, bir pi'miz radian, bir pi təqribi 180 dərəcəyə bərabər. Deməli, nələri öyrəndik? Bir radianımız bizdə 57 dərəcəyə bərabərdir. Bir pi'miz 3,14 radiana bərabərdir. Bir pi'miz təqribi 180 dərəcəyə bərabərdir. Baxın, çevrədə indi bu radiusun cızdığı bucağa baxaq. Məsələn, tutaq ki, bir pi'miz təxmini 180 dərəcədir. Yəni, çevrənin nəyi? Yarısı. 2 pi'miz olanda bizdə olacaq ki, çevrənin tamı. Ona görə biz deyildik ki, çevrədə təqribi neçə dərəcə götürülür? 360 dərəcə. 360 dərəcə götürülür. Yəni, neçə pi götürüləcək? 2 pi. 2 pi'miz neçəyə bərabərdir? 360 dərəcəyə. Aydındır. Sonra bunlar heç istifadə olunmur. Gəlin indi radianı dərəcəyə çevirməyi, dərəcəni radiana çevirməyi öyrənək. Məsəl üçün, tutaq deyirəm ki, pi bölünsün 6 neçə dərəcədir? Pi bölünsün 6'nın neçə dərəcə olduğunu tapmaq üçün bunun asan qaydası var. Asan qaydası, düsturu da var asan qaydası. Bu asan qaydası nədir? Burada pi'nin yerinə, pi'miz təqribi neçə dərəcədir? 180. 180'i böləcəyik 6'ya. 186'ya böləndə qiymətimiz neçə edir? 30 dərəcə. Deməli, 186'ya böldük, qiymətimiz neçə oldu? 30 dərəcə. Deməli, pi bölünsün 6 bu radiandır.
Radianı dərəcəyə çevirəndə nə etdik? P-nin yerinə 180 yazdıq, tapdıq. Və yaxud da ki, düsturumuz necə? Düsturumuz bizdə radianı tapanda, məsəl üçün deyirəm ki, pi bölünsün, tutaq ki 3. Bu neçə dərəcədir? Bunu nə edirsən? Bunu 180-ə pi'yə bölürsən, 180-ə vurursan. Bu formada. Burada 180'lər ixtisar getdi 60, bunlar da ixtisar getdi. Qiymətimiz aldı. Neçə dərəcə? 60 dərəcə. Bu da aydın olmuş sizə. Deməli, radianı dərəcəyə çevirəndə nə etdik? Ən asan qaydası ilə pi-nin yerinə nə yazaq? 180. 180 yazanda qiymətimizi tapa bilərik. Sonra indi gəlin radianı, dərəcəni radiana çevirək. Baxaq, görək dərəcəni necə radiana çeviririk. Məsəl üçün, deyirəm 75 dərəcə. 75 dərəcə bizdə neçə radiandır? Yəni, bunu pi ilə əvəz elə, pi ilə görsət. Dərəcəni pi ilə görsədəndə 75'i vururuq pi'yə. Pi ilə göstərməliyik axı. Bunu özümüzdən pi'yə vurmuşuqsa 180'ə bölərik. Bizdə kəsim əsas xassəsidir. İstənilən ədədi, istədiyimiz ədədi burada vurub, onu istədiyimiz ədədi bölə bilərik. Burada, indi bunlar da ixtisar gedir 5'ə, 5'ə ixtisar gedəndə 36, 5'ə ixtisar gedəndə 15 pi. Bu da 3'ə ixtisar gedəcək 12, 12'də 5 pi. Deməli, 75 dərəcəmiz bizdə neçə oldu? 12'də 5 pi. Aydın oldu. Gəlin indi bir dərdə nümunə olaraq yazım görsədim. Tutaq deyirəm ki 135 dərəcə. 135 dərəcə neçə olacaq? 135 dərəcə neçə olacaq Zəhra? 135 pi bölünsün 180. Bunlar 180 ilə bu 5'ə ixtisar gedəcək. Qalacaq 36. 5'ə ixtisar gedəndə 27 pi. Bu da 3'ə ixtisar gedir 9 pi. 3'ə ixtisar gedəndə 9, 12. Hətta bunu 3'ə də bölə bilərik. 4'də 3 pi. Qiymətimiz oldu neçə? 4'də 3 pi. İndi dərəcəni radiana çevirdik. Gəlin də radianı dərəcəyə çevirir. Məsəl üçün deyirəm pi bölünsün 12. Pi bölünsün 12 neçə dərəcədir? Pi'nin yerinə yazacağım 180. 180 bölünsün 12. O da olacaq bizdə neçə dərəcə? 15 dərəcə. Aydın oldu. Sonra bizdə radianı çevirdik. Gəlin baxaq görək rüblər nədir? Trigonometriyada çox istifadə olunur. Və vahid çevrə nədir? Əsas vahid çevrədə bizə rüblər lazımdır. Vahid çevrə odur ki, vahid çevrə radiusu 1'ə bərabər olan çevrə vahid çevrədir. Başlanğıc, mərkəzi başlanğıc nöqtəsindədir. Radiusu da 1'ə bərabərdir. Bu bizdə oldu nə? Vahid çevrə. Vahid çevrədə bu düzbucaqlı koordinat sistemində bura bizdə birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Bunu biz bilirik. İndi gəlin bunu bucaqlara bölək. Görək bucaqlarına necə göstərə bilərik. Məsəl üçün bu 0 dərəcədir. 0, bu radiusdur deyək ki, radius hərəkət elətdirdim. Radius burada məsəl üçün müəyyən bir bucaq qədər, alfa bucağı qədər döndü. Saat əqrəbinin əksi istiqamətinə. Saat əqrəbinin əksi istiqamətinə dönəndə, bura tutaq ki bir alfa qədər döndü. Yadınızda saxlayın, saat əqrəbinin əksi istiqamətinə dönəndə bucağı müsbət götürəcək, saat əqrəbi istiqamətində dönəndə isə bucaqlarımızı biz mənfi götürəcək. Baxın indi, bunu saat əqrəbinin əksi istiqamətində hərəkət elətdirirəm. Hərəkət elətdirdim, hərəkət elətdirəndə bu 0 dərəcə. Bu 0 gəldi burada 90 dərəcə. Deməli, bura olacaq bizdə neçə? 90 dərəcə. Deməli, birinci rübümüzdə bucaq nə olacaq? 0 və 90 dərəcə arasında olan bucaqlar. Sonra 90 dərəcəni keçdik, gəldi 180 dərəcəyə. 180 dərəcəyə gələndə bu olacaq ikinci rüb. 90 dərəcə və 180 dərəcə. Bu oldu bizdə nə? İkinci rübə aid olan bucaq. Üçüncü rübə düşən bucaqlar bizdə 270. 180-dən üçüncü rübdə 180 dərəcə və 270 dərəcə arasında, 270 ilə də 360 dərəcə arasında qalan bucaqlarda bizdə dördüncü rübdür. Yazıram, dördüncü rübdə bucaqlarımız 270 dərəcə və 360 dərəcə arasında qalan bucaqlar. İndi baxaq,
bu çevrədə axı, çevrə neçə dərəcə olur? 360 dərəcə. Məsəl üçün deyirəm ki, 800 dərəcə, 800 dərəcə və yaxud da 700 dərəcə fərqi yoxdur. Bu neçənci rübə düşür? Bunu tapmaq üçün nə edirik? Bax, 8, bunu bir səfər, radiusu bir səfər çevirdim. Oldu 360 dərəcə. Bir dənə də çevirdim. 720 dərəcə, artıq 720 dərəcə. Bir dəfə çevirəndə çox gedir. 720-nin üstündə neçə gələndə 800 eləyər? 80. Deməli, 80 dərəcə hansı rübə düşür? Birinci rübə. Deməli, 800 dərəcə neçənci rübə düşmüş sayılır? Birinci rübə düşmüş sayılır. Və yaxud da bunun asan qaydası necədir? 800-ü bölürük, 800-ü bölürəm 360-a, orada bizdə qalıqda qalacaq 80. Qalıq neçədirsə, o hansı rübə düşürsə, həmən o dərəcədə bizdə həmən rübə düşür. Aydındır. Sonra bizdə, indi baxın, bu saat əqrəbinin əksi istiqamətində olandadır. Saat əqrəbinin əqrəbi istiqamətində olanda isə bucaqları biz mənfi götürürük. Eyni qaydada. Sıfırdan bura gələndə olacaq mənfi 90 dərəcə. Sıfırdan bura gəldi mənfi 90, sonra mənfi 90, mənfi 180, mənfi 180, mənfi 270, mənfi 360 dərəcə. Deməli, əksi istiqamətində dönəndə müsbət, saat əqrəbi istiqamətində dönəndə isə bucaqlarımızı nə götürəcəyik? Mənfi. Bunları bildik. İndi trigonometrik funksiyaları gəlin tərif verək. Baxaq. Trigonometrik funksiyalarda nəyi yazmışdım? Y bizdə bərabərdir sinus x, kosinus x, tangens x. İndi bunu tangens x də yazırlar, bunu da kotangens x də yazırlar. Bəzi kitablarda belə, bəzilərində də bu formada yazılır. İndi gəlin bunlara ilk olaraq düzbucaqlı, üçbucaqda tərif edək. Görək bu trigonometrik funksiya deyəndə nəyi nəzərdə tuturlar? Yadınızda saxlayın. Trigonometrik sözü Yunan sözünəndir. Bucaq metrik deməkdir. Yəni bucağın ölçülməsindən, bucaqla tərəfini əlaqələndirməsidir. İndi məsəl üçün gəlin baxaq. Bu bizdə düzbucaqlı, üçbucaq. Düzbucaqlı üçbucaqda bura A, bura B, bura C. Bu bizdə alfa bucağı. İndi yazıram. Y bizdə bərabərdir sinus x funksiyası. Sinus x funksiyası nə deməkdir? Sinus alfa funksiyası daha doğrusu. Sinus indi alfa nəyə bərabərdir? Sinus alfa bizdə qarşıdakı katetin hipotenuza nisbəti deməkdir. Yəni A-nın C-yə nisbəti. İndi yazıram. Y bərabərdir kosinus x. Kosinus x bitişik katetin bu bucağa bitişik katetin hipotenuza nisbəti deməkdir. B bölünsün C. Y bizdə bərabərdir. Tangens x funksiyası bizdə qarşıdakı katetin A-nın B-yə nisbəti deməkdir. Kotangens funksiyası bizdə. Kotangens funksiyası B-nin A-ya nisbəti deməkdir. Deməli, A-nın B-yə, B-nin A-ya nisbəti. İndi baxın. Burada istəsəz açıq formada da yazıram. Qarşıdakı katetin hipotenuza nisbəti, bitişik katetin hipotenuza nisbəti, qarşıdakı katetin bitişik katete nisbəti, bitişik katetin qarşıdakı katete nisbəti. Bax, bunu bu formada yadınızda saxlayın. İndi burada gəlin baxaq. Məsələn, biz çox görmüşük ki, məsələn, deyirlər ki, sinus 30 dərəcə. Sinus 30 dərəcə 2-də 1-ə bərabərdir. Gəlin gələk sinus 30 dərəcə niyə 2-də 1-ə bərabərdir? Burada bir düzbucaqlı üçbucaq çəkirəm. Bu olacaq bizdə 30 dərəcə. 30-un qabağında duran katet nəyə bərabərdir? Hipotenuzun yarısına bərabər deyil. Bura bizdə x-dir. Bura onda bizdə olacaq neçə? 2x. Bura olacaq bizdə köşdə 3, nə? X. İndi baxın, sinus 30 dərəcə nəyə bərabərdir? Sinus 30 dərəcə qarşıdakı katetin hipotenuza nisbəti. 1x-in 2x-ə nisbəti. Bunlar da ixtisar gedir, nə qalır? 2-də 1. Deməli, sinus 30 dərəcə nəyə bərabər oldu? Sinus 30 dərəcə qiymət olaraq nəyə bərabərdir? 2-də 1-ə bərabərdir. Bundan sonra, gəlin indi bunları, bu bucaqların tapılmasından sinus 30-dur, 45-dir, 60-dır, 90-dır. Bunların tapılmasının hamısını deyəcəm sizə. Gəlin indi trigonometrik funksiyaları vahid çevrədə çəkim görsədim sizə. Vahid çevrədə necə olur? Baxın, bu bizdə vahid çevrə.
Fatıma yatırsan da. Y vahid çevrə. Vahid çevrə nə idi? Fatimə de, o yuxunu açsın. Radiusu 1'ə bərabər olan çevrə nəyə bərabərdir? Vahid çevrə. İndi baxın, bax, bura bizdə y-dir. Bunun y-i bura paralel köçürdürəm. Bu da bizdə x oxudur. Bunu x-i buradan yazdım. Deməli, indi bu radius bir alfa bucağı qədər döndü. İndi alfa bucağı qədər dönəndə yazıram sinus alfa bizdə bərabərdir. X-in, daha doğrusu, y-in qarşıdakı katetin demişəm ama sinus nəyə bərabər? Qarşı katetin pitonza nisbəti. Y-in 1'ə nisbəti. Yəni erə, yəni y-in 1'ə. İndi baxırıq. Deməli, sinus alfa funksiyası, sinus alfa nəyə bərabərdir? Y-ə bərabər. Bu o deməkdir ki, sinus alfanın y-ə bərabər olmağı o deməkdir ki, y-in vahid çevrədə y-ə aid olan bütün xüsusiyyətlərin hər birini özündə daşıyır. Yəni, belə deyə bilərik də, y-in argumenti sayılır. Niyə y-in? Baxın, sinus y-ə bərabər, düzdür? Y hansı rüblərdə müsbətdir? 1-də 2-də müsbətdir. Deməli, sinus da 1-də 2-də müsbətdir. 3-də 4-də mənfidir, sinus da mənfidir. Və yaxud da ki, sinus məsəl üçün, tutaq ki, 90 dərəcədə y funksiyası nə olur? Bu vahid çevrədə maksimum 1 qiymətini alır. Maksimum 1. Ona görə sinus 90 dərəcədə bizdə nə qiymətini alacaq? Maksimum 1 qiymətini alacaq. Burada bir, baxın, y-dir, düzdür? 0 dərəcədə y nəyə bərabərdir? Y 0'a bərabərdir. Deməli, sinus 0 dərəcədə də nəyə bərabər olur? Qiymətimiz 0'a bərabər. Yəni, belə deyək də, bu bir vahid parça var, 1 santimetrin və bu qədər parçada y-in aldığı qiymətlər həmən bu bucaqda. Məsələn, bax, bu alfa, düzdür? Alfada y-in qiyməti nə qədərdirsə, deməli, həmən bucaqda da sinusun qiyməti o qədərdir. Aydın oldu. İndi baxın, bayaq dediyim kimi, yazıram indi, bax, tutaq ki, bura 30 dərəcədir. 30'un qabağında duran katet pitonuzun nəyidir? Yarısıdır. Bura 1'dirsə, onda bura olacaq bizdə nə? 0,5. Deməli, y 30 dərəcə olanda nəyə bərabər oldu? 0,5'ə. Onda bizdə sinus 30 dərəcədə nəyə bərabərdir? 0,5 5'ə bərabərdir. 0,5 radian falan deyil, ya da 0,5'ə bərabərdir. Qiymət olaraq. Bunlar getdi. Sonra, baxaq. Bunu da başa düşdünüz. İndi gəlin kosinusa baxaq. Kosinus bizdə nədir? Deyəcəm, saxla.